Dərsimizin ikinci hissəsi meyvələrdir, meyvələrin hazırlamasıdır. Qabartmalıq bisküvi xəmirdəndir, mayalı xəmirdən deyil. Qızlar bu dərsi də bilməlidirlər. Özləri hazırlayıblar. Öncədən xəmirlərimiz hazırlanır, rənglənmə qaydası gedir, şaftalıdır, armuddur və tələbəmizin özləri müəllimənin göstərişi ilə yenə təkrarlayıram ki, bu dərslərimizdə müəllimə daha praktik dərsləri özü əlində hazırlamır, tələbələr hazırlayırlar ki, dərslərini mükəmməl bilsinlər. Çox aktivdirlər, maşallah olsun. Hazırlanma qaydasını tez qavrayırlar. Siz onu hal-hazırda üstünün dekoru gedir, pisoklanma qaydasıdır. Məncə yaxşıdır. Baxam, necədir sizdə? Necədir yəni fikriniz, öyrənmə? Çox gözəl. Çox sağ olun ki, bizə bu öyrədiniz. Estağfurullah. Siz rahat evdə bunu eləyə bilərsiniz, özünüz hazırlaya bilərsiniz. Çox sağ olun qızlar, əllərinizə sağlıq. Sizdən çox razıyam. Eləyin, davam eləyin, yığın. Sağ olun ki, bizə hər şeyi öyrədiniz. Çox sağ olun. Və bunun armud yığılır, şaftalıdır, əriydi. İçi qaydasında biraz ovulur xəmirin içində. Qatılaşdırılmış süd, qaynadılmış, qatılaşdırılmış süd əlavə olunur. Cemdə eləyə bilərsiniz zövqə görə. Çox sağ olun. Əla, maşallah. Əla. Gözəl. Maşallah. İndi üzərində bitirək, üzərinin yarpaq dekoru gedəcək, hazırlanacaq.